Salam əziz dəyərli izləyicilər. Bugün sizə dolça bir günü təqdim edirəm əzizim. Bax, gözəl bir yolunuz var. Gedib getməməyi barədə düşünürsünüz. Bax, bu yolda da kiçik sizin rozunuz ola bilər. İki yol var. Biri uzun, qısa yollardır. Amma uzun yolu da düşünürsünüz əziz dolça. Burada bax, biriləri sizdən ən yaxın, bəlkə də tez-tez görüşdüyün insandır, bəlkə də qohumdur, bəlkə də yaxınındır. Səndən əl yandımda borc istəyə bilər ki, yəni sıxılıram, borc ver mənə, sıxılmışam, qalmışam. Lakin o səndən asılıdır, verib verməməyi. Çünki bu borcu alan borc şəxsi geri qaytarmaya bilər. Burada boşanmaq istəyən biriləri var, bir kişidir, çox düşünür, düşüncələr içindədir. Kim nə deyər, qohumlar nə deyər, o nə deyər, bu nə deyər, cəsarət edə bilmir. Bəlkə də maddiyyat üzündən cəsarət edə bilmir. Qırğınlıqlar var. Yəni evlilik mənasında, yəni evlisinizsə bir-birinizi elə bir aldadırsınızmı, ya bir-birinizə qarşı cəsarətsiz addımlar atırsınız. Amma yenə də ikinizdən biriniz ailədə uzaqlaşmaq niyyətidir və uzaqlaşmaq istəyir. Yəni, ailədən, evdən uzaqlaşaraq rahat ola biləcək. Ya ailədən uzaqlaşandan sonra işləməyə mi gedəcək, gəzməyə mi gedəcək, bir şeylər qarışdırır zehnində. Huzurun pozulmasın. Huzursuzluq qətiyyən istəmir. Böyük danışdığın şeylər yaşayırsan elə bir bax biriləri. Rəsmi yerə baş vuracaqsan, səni yanlış yerə döndərmək istəyən insanlar var. Sənə qarşı hiləgər addımlar atanlar var. İmzaları olacaq sentyabr ayında. Ayın 10-undan sonra attığın addımlara diqqət et. Anlaşma, sözləşmə, diqqət edin. Çox fədakarlıq edə biləcəksən. Mərhəmətlisən. Mərhəmətindən istifadə edən, manipulə edən insanlara artıq məsafə qoyacaqsan. Elə bir ki, bax, sınaqlarla bir araşdırmalar, bəziniz dil öyrənməklə aktivliklər, çalış legal işlərdən uzaq durun əzizim, gizli düşmənlərim var. Bəzən düşünüb bir şeydə taxılıb qalırsan, önünə gözəl fürsətlər çıxa biləcək, maddiyyatla rahatlanma ola biləcək, fikirlərini danışmalı zamanı, yəni iki işi bir arada aparmaq durumunda qala bilərsən. Amma hər şeyin ötəsindən gələcəksən. Ailə və sevgi və dəstək ola biləcəksən. Bərəkətli dönəmə girə biləcəksən. Bəzən yuxuların qaçmış, qayğıların var, yata bilmirsən, qorxular içindədir, amma qorxular gerçək deyil. Verdiyin qərarlara əminlə addım atırsan. Olumlu dəyişimlər ola biləcək, yüklü pul əldə edə bilərsən əzizim. Sizi dəstəkləyənlər ola biləcək. Bax, illərinizi sərf elədiniz bəzi məsələlərə görə, amma çəkdiyiniz meyvəvin bəhrəsini görəcəksən. Yaxın zamanlarda nəfəs alırsan, birindən dəstək alırsan, maddi, mənəvi, beynin bəzən qarışır, duyğularınla hərəkəti etmirsən. Bax, birilərinin qıraqda yanlış bir sevgisini saxladığımı var, bu üzə çıxa biləcək. Biraz oyanıq olun, sıxıntılar yavaş-yavaş bitmək üzrədir. Çevrəndənmi, ailədənmi biraz qırğınlıq olmuş əzizim və ya ola bilər. Kədərli günləri geridə qoyursan. Çalış, iç səsini dinlə, qərarların olarkən vicdan səsini dinlə. Karyeranla əlaqəli, iş həyatına əlaqəli iki fərqli insan arasında bir seçim edə bilərsən. Hansı addımı atım deyirsən, yolların ayrılmış kimi də birilərindən ciddi qərar alacaqsan. Amma dərdin bitmir. Göz yaşlarım var. Güvənin vardı, amma güvənin itdi birilərinə qarşı. Maddi, mənəvi bəzi fikirlər edirsən, gəl-getlərin olur. Beynin bəzən qarışır. Çox, yəni təlatümlü, bəzən təlatümlü olursan, yəni necə sıxıntılarda olursan əzizim, o sıxıntıları düşünürsən, zehnin qarışır. Huzurun pozulmağını istəmirsən. Bax, böyük vaxt ikən danışdım deyirsən, böyük danışaraq çox şeylər yaşadım. Haqqını ala bilmədin, gərginliklər üzərinizdə.
Dörd dörtlük istəyirsən həyatınızsa hələ o olmamış, istədiyin şəkildə gəlməmiş əziz Dolça. Çox yaralısan. Birinə həm sevilib, həm sevilmək istəyirsən. Güvənə biləcəyin biriləri yox baxırsan ətrafında. O qədər yanlışlaşmısan ki, tək danhalaşmısan ki, artıq çox belə sınmış kimisən əzizim. Elə bir ki, günü gözləməyə, neysə gözləməyə səbrin qalmamış, huzurun qalmamış. Özünə vaxt ayırmırsan, gözləyirsən. Bəzi şeyləri kontrol altına da alacaqsan. Bəzən ayaq üstə durmağa, yəni çətinlik çəkirsən, xəyalların var. Ummadığın, görmədiyin bir gəlişmələr ola biləcək həyatına. Təmkinli davranmağa çalış. Qarşınızdakı biriləri üçün istədiyini etmədiyin üçün səndən üncəyə bilər, küsə bilər. Amma baxırsan ki, qarşında mənfəətçi insanlar var. Ona görə onun hər istədiyini etməmisən. Səndən istifadə etməyə də izin verməyəcəksən. Qarşılığını verməyəcəksən. Bir tərsliyin oldu. Sən elə bir əlvə pul gəlir, bir əlindən gedir. Sən pulu xərcləyəndə çox sevinirsən. Səni dinləmədən bir kişi sənin yaxıva yapışmış. Yəni səndən tələb edir nəysə əzizim. Ona görə də bax, birilərin uzaqlaşdıracaqsan özündən. Qismətin çox böyük olacaq, gözəl fürsətlər gələcək əlinizə. Sıfırdan başlayacaqsınız, təkrarən bəziləriniz. Psixolojunuzu düzəldəcəksiniz. Rəqabətçilər çoxdur sizə qarşı. Maddi, mənəvi qərar alırsınız. Alışqanlıqlarınızı buraxmağa doğru gedirsiniz əzizim. Yeni səhifələr açacaqsan əziz Dolça. Yəni həyatından biriləri gedirsə, demək ki, sənin xeyrinədir. Allahın, yəni səni istəyir, sənin xeyrivə gedir. Bax, oturmusan əzizim, bax, oturmusan. Əllərin də bax, dua eləyirsən Allaha. Dua eləyirsən və ya qarşında bir kitabdırmı, bilgimi öyrənirsən. Bax, xırda ruzular gələ-gələ ruzun çoxala biləcək. Bir uzaq yerə ziyarətgaha gedəcəksən əzizim. Bax, görürsünüz, xırda balıqlar, yavaş-yavaş ruzu yollarınız açılır, qapılarınız açılır. Ailə içində həyat yoldaşından biraz maddiyyatla əlaqəli mübahisən ola bilər, ya uşaqlarla, övladınız varsa övladınızla əlaqəli ola bilər. Biriləri önündə elə bir sənə əyilib səndən üzr istəmək istəyəcək, yəni üzr istəyə bilər. Bir açardır, bir ev düşünürsünüz, ya alım-satımla əlaqəli işləriniz, müştərilə işləyirsinizsə, durğunluqlar var idi, biraz o durğunluqlar ortadan qalxacaq əzizim. Bax, biriləriniz ailədən biriləri namaza başlayıb, Allah qəbul eləsin, elə bir o ünsiyyət etdikcə elə bir Allahla elə bir yüngülləşir, işlərim yaxşı gedir deyərək sevinir. Bəziniz bax, bildiyiniz, bilmədiyiniz ritualları etməyin. Bax, çıxır ki, burada ritual edirsiniz, amma özünüzə ziyan vura bilərsiniz. Dəqiq bilirsinizsə onu edin əzizim. Biraz yorğunsan, bax, nəzər sənə değdikcə biraz ruzu, bərəkətin uzaqlaşır səndən. Yəni, bu həftə işlədikcə, çalışdıqca, hərəkət etdikcə onun qarşılığını alacaqsan. Bəzi dedikodular qulağıma gəlib çatacaq. Ətrafında biri pişik kimi belə dolaşır ətrafında, sizə korluq edən və ya özünü sizə üzr istətdirmək istəyən biriləri var. Bax, deyirsən ki, mən qorunmalıyam, bəzi insanlara yəni sərhəd qoyacam deyirsən. İş həyatında, arxa planda danışanlar var sənin haqqında, ya işini dəyişmək fikrin var, çabalayırsan. Bəzi insanlar sənin işlərini çətinliyə salmaq istəyirsən, ayağının altına daş qoymaq istəyənlər var. Söyləyə biləcək bəzi sözlər var, içində yığıb saxlamısan. Bu həftə bax, şiddətli ağrılara məruz qala bilərsən. Bəziləriniz hamıya aid deyil əzizim. Sinir sisteminizlə də əlaqəli olun, qolla da bax, bu qol hissələrdə, yəni sinirlə, sinir sıxışmaları da ola bilər. Bəzi qalmaqal ortamdan uzaq olacaqsan. Qohumdan elə bir sənə qarşı bəzi söhbətləri eşidə bilərsən. Bir də yaxın tanıdığın insan sənə düşmən kimi çıxa bilər, ya sənin düşmənin də ayıqdır, biraz diqqət ona toparlanacaqsan yenə də sən. Hər bir durumdan, hər bir çətinlikdən çıxacaqsan. Qazancını artırmaq istəyirsən əzizim.
Bir şeyler sənə söz veriblər, sözün üstündə durmaya bilərlər. İş yerində birilərlə, yəni çəkişə bilərsən, mübahisə apara bilərsən. İş yerində də ayağının altını çəkənlər var əzizim. İnşallah bütün sıxıntılar belə yavaş-yavaş sıxıntıların gedir. Bir dənə burnu aşağı belə vəziyyətdə, belə çox aşağı, belə qarğa burnu kimi, belə aşağı biraz. Çənəsi balaca, diş hissəsi, dodaq hissəsi qabağa, alın belə dik alındı belə. Bax, bu birilərindən özünü gözlə. Diqqətli ol ki, ondan sənə ziyan toxunmasın əzizim. Bir də arxanla iş çevirə bilərlər. Biraz ona bu həftə diqqət et. Aldanma, aldanmalara, şans oyunlarında da diqqət et əzizim. Heç kimə də bu həftə zamin durma. Diqqətinizə görə var olun.